Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrini ümumi şəkildə söyən kimsə, rafizlər və bənzərləri kimi kafirdir. Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrini söyən kimsə kafir sayılır. Çünki onları təhqir etmək, onlara qarşı olan nifrətdən xəbər verir. Onlara nifrət edən isə onların gətirdiyi şeylərə, dinə, iman gətirməyən kimsədir. Əgər bir kimsə onlara nifrət edirsə, onları söyürsə və onları düşmən sayırsa, bu o deməkdir ki, o Qur'anın və sünnənin batil olduğunu iddia edir. Çünki Qur'anı və sünnəni nəql edənlər məhz onlardır. Əgər onları nəql edənlər haşa, fasik və ya kafir olsaydılar, o zaman Qur'an və sünnə də batil sayılardı. Deməli, belə bir iddia bütövlükdə dini yıxmaq deməkdir. Səhabələri söymək, elmi nəql edənləri və bu ümmətin ən xeyirlilərini söyməkdir. Belə kimsələrlə nə bir məclisdə oturulmalı, nə də onlarla yoldaşlıq edilməlidir. Əksinə, onlar tərk edilməlidir, hicr olunmalıdır. Haqqın zəfər çalması üçün belələrindən uzaq durmaq vacibdir. Bəli, haqqı ucaltmaq budur. Salam aleykum əziz müsəlmanlar. Özünüz də videonu izlədiniz və artıq sizə aydın oldu ki, mövzu nədən gedəcək. Mövzu səhabələrə kimlər söyürsə, o artıq kafir hökmündədir. Yəni mövzu bundan gedəcəkdir. Və Vəhabilərin şeyxi, müftüsü İbn Baz da özü deyir ki, və bunu nisbət vermək istəyir şiyələrə, rafizilərə ki, yəni onlar səhabələri söyürlər və söydüklərinə də görə kafirdirlər. Əvvəla şiə əqidəsinə görə söyüş söymək haramdır və bəziləri lənətlə söyüşü qarışdırırlar. Əgər lənət də haramdırsa, səhabələrin lənətlənməsi, bir-birlərini lənətləməsi və eyni zamanda Peyğəmbərin də bəzi sahabələri lənətləməsi hədislərdə gəlir. Və eyni zamanda lənətləmək əgər söyüşdürsə, Allah özü də Quranda lənətləyir. Deməli, lənətləmək haram deyil. Söyüş isə haramdır və bizim əqidəyə görə də söyüş haramdır. Yəni biz söyüş söymürük heç kimə və sıradan insanlar kimdəsə bu xətalar varsa, bu əqidənin günahı deyil. Bu məsələ belə. İkincisi, kim ki səhabələri söyürsə kafirdir. Yəni İbn Baz dedi, özünüz də videonu izlədiniz və indi gəlin sizə bir neçə misal çəkəcəm. Vəhabilərin başlanğıc şeyxi İbn Teymiyyə özü görün nə deyir? Özü qeyd edir. Minhəcü Sünnə kitabının 7-ci cildində səhifə 137-də qeyd edir və orada səhabələri başlayır tərifləmək, yaxşı sözlər deyir və xüsusilə də iki səhabə barəsində, Əbu Bəkir və Ömər barəsində çox müsbət fikirlər deyir və gəlir o yerə çatır ki, Həzrət Əliyə və deyir, səhabələrin çoxu, baxın, səhabələrin çoxu və eyni zamanda tabeini də qoşur ora, deyir ki, Həzrət Əlini söyürdülər. Baxın, və deyir, nifrət edirdilər, onunla döyüşürdülər və onu söyürdülər. İndi mən buradan sual edirəm. Sizin əqidəyə görə Həzrət Əli əleyhissalam səhabə idi. Cənnətlə müjdələnmiş bir şəxs idi. Eyni zamanda səhabələrin ən üstlərindən biri idi. 4 xəlifi rəşidələrdən biri idi. Üstün bir şəxs idi. Allah və Rəsulunun sevdiyi bir şəxs idi. Və Peyğəmbər özü də deyir ki, əlini söyən, məni söyüb, məni söyən Allahı söyübdür, Allah söyənin də yeri cəhənnəmdir. İndi mən buradan sual edirəm. İbn Teymiyyə deyir ki, sahabələrin çoxu Həzrət Əliyə nifrət edirdilər, onu söyürdülər və onunla döyüşüblər. İndi buradan sual çıxır. İbn Teymiyyəyə görə sahabələr kafir çıxdılar, çıxmadılar. İndi İbn Baza görə sahabələr kafir çıxdılar, çıxmadılar. Çoxluğu, təbii ki, çıxdılar. Özlərin burada neynədilər? Kafir çıxartdılar. Bu bir. İkinci bir misal. Bunlar ki, dayı deyir. Kimə dayı deyir? Möminlərin dayısı. Möminlərin dayısı Muaviyyə İbn Əbu Sufyana dayı deyirlər və indi baxın görək. Muaviyyə Həzrət Əli əleyhissalamı söyür. Mənbəni qeyd edəcəm. Əbul Hüseyn Əs-Sindi Şərh Sünən İbn Macə cilt 1 səhifə 86, eyni zamanda Şərh Sünən İbn Macə Suuddən gəlir, baxın, Əl-Riyyət Səudiyyə çapında və Şeyx Əlbəni, Vəhabilərin o şeyxlərindən biri bu hədisi səhih sayır. Hədis belədir. Deməli,
Muaviyə bir günləri həcdə idi və onun da yanında Səd ibn Əbu Vakkas idi, Peyğəmbərin sahabəsi. Deyir ki, söhbət Həzrət Əlidən düşdü, Həzrət Əlinin adı deyir, zikr olundu və Muaviyə başladı Həzrət Əlini söyməyə. Və bu zaman Əbu Vakkas neynədi? Əsəbləşdi, qəzəbləndi və Muaviyəyə misal çəkdi. 3 misal çəkdi, dedi, ey Muaviyə, eşitməmsən Peyğəmbərdən. Peyğəmbər dedi ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Və sonra ikinci misalı çəkdi. Dedi, eşitməmsən Peyğəmbər Xeybər günü dedi, sabah bayrağı o kəsə verəcəm ki, Allah və Rəsulu onu sevir, o da Allah və Rəsulunu sevir. Eşitməmsən, ay Muaviyə bunu. Və sonra da dedi ki, deməli mənzilət hədisini gətirdi, dedi ki, Peyğəmbər dedi, ya Əli, sən Harunun Musaya olan nisbəti sən, məndən eynisən, bir fərqinən ki, məndən sonra Peyğəmbər yoxdur. Bunları dedi, ay Muaviyə, eşitməmsən. Yəni, Həzrət Əliyə niyə lənət oxuyursan ki, niyə söyürsən ki? İndi burada məsələ nədən gedir? Burada məsələ ondan gedir ki, burada da Muaviyə nə çıxdı? Muaviyə də burada kafir çıxdı. Çünki öz təbirinizdir. İbn Baz deyir, kim ki sahabəni söyürsə və Həzrət Əli də sahabədirsə, kim ki sahabəni söyürsə, kafirdirsə, Muaviyə də burada kafir çıxdı. Və İbn Teymiyənin Minhəcü Sünnə kitabına görə sahabələrin çoxu da Həzrət Əliyə söydüklərinə görə, nifrət elədiklərinə görə nə olurlar? Kafir çıxırlar. Özlərini kafir çıxartdılar. Bu iki, bir dənə də misal çəkəcəm. Deməli, Bureydə bunu nəql eləyir və deyir ki, Peyğəmbər Həzrət Əlini Xalidin yanına yolladı, deməli, xums yığmaq üçün və Xalid deyir, Peyğəmbərə deyir, qeyd elədi ki, sonra deyir, dedi ki, mən Həzrət Əliyə nifrət eləyirəm. Peyğəmbər dedi, Əliyə nifrət eləyirsən? Dedi, bəli. Peyğəmbər dedi ki, ona nifrət eləmə. Bundan sonra xums ona düşür. Yəni, xumsu ona verməlisiniz. Baxın, Səhih Buxari 5-ci cildi səhifə 447, Kitabul Məğazi, Bəsu Əliyin və Xalid iləl Yəmən babı. Yəni, nə dedi? Xalid də Həzrət Əliyə nifrət elədiyini Peyğəmbərə deyir və Peyğəmbər də deyir ki, ona nifrət eləmə. İndi mən buradan üzümü tutub qeyd edirəm, ey ağıl sahibləri, sizin bu alimləriniz, sahabələri özləri çoxluq olaraq tabeinləri də kafir çıxartdılar ya çıxartmadılar. Bəs deyirdiniz, bütün sahabələr cənnətlikdir, bütün sahabələrdən Allah razıdır və s. və ilaxır. Həqiqətən, düşünən ağıl sahiblərində böyük bir neymət var. Amma çox təəssüflər olsun ki, çoxları bu neymətdən məhrumdur. Salam olsun haqq əhlinə, salam olsun haqq yolu gedənlərə. Haqq isə Peyğəmbərin təbiri ilə desək, haqq Əli ilə, Əli də haqqla. Qiyamətə kimi, ya Əli, sağ olun.